Salam, mənim adım Nailədir, 22 yaşım var. Bu günləri kitab açılışı eləyirik. Bu dəfə mənə həm hədiyyə alınıbdı, həm də özüm kitab sifariş vermişəm və ikisini də saxlamışam ki, bir videoda çəkim sizə göstərim. Burada mənim güllərim var. İkisini belənçinə qoymuşam. Bunlar mənim ilk kitabım üçün alınan güllərdir və artıq qurumaq üzrədirlər. Dedim bu videoda görsənsinlər. Ən sevdiyim rəng mavidir. Çox qəşənglər. Hələ burada da quruduram belənçinə gülləri. Və mənim bir dənə də şeyim var, onu da göstərim sizə. Mənə alınan gülləri belə əbədiləşdirmək üçün qoymuşam buna. Buna atam alıb, bunu bacım veribdi. Ən dibdə bacım haralardansa götürüb kiçik-kiçik gətirdiyi güllərdir. Bunu daha əvvəlcədən eləməyə fikirləşirdim, amma gülü tam necə qurdacağımı bilmirdim. Öyrənəndən sonra artıq belə elədim. Çox qəşəngdir. Və bunun 3 cürünü almışam ki, dolduracağam bütün hamısını. Bunu da bura qoyum, belə qəşəng görsənsin. İlk hədiyyəmi açaq yaxşı. Mənə hədiyyə alınıbdı ilk kitabıma görə. Stefan Zweig. Bunu mən onsuz da özüm alacaqdım, tək-tək, amma belə toplu şəklini görməmişdim. Bu bir də kitab deyil. İçində tam-tamına 7 dənə kitab var. Yəni odaklıydı. Açmışam bu arada. İçində tam-tamına 7 dənə kitab var və 7-sini də bir yerdə oxuyacaq təbii ki də. Bu videoda öyrənəcəksiniz ki, mən nə qədər də hər şeyə uyğunlaşan bir insanım. Mövzusundan asılı olmayaraq hər cürə kitabı da oxuyaram, hər cürə film, diziyə də baxaram. Hər şeyə uyğunlaşa bilirəm qısası, amma ən sevimlimi də göstərəcəm, o da bugün gəlibdir. Buradan çıxardıram 7 dənə kitab. Bunu saxlayacağım, kitabxanama qoyacağım. Deməli, mənə burada 7 dənə korku, bu nə? Geçmişə yolculuq, koyamıram oradan, dürtü, saf mendil, qapaq şəkillər xoşuma gəldi niyəsə. Sonra Virata ya da ölümsüz bir kardeşin gözleri. Burada ama burası niyəsə belə olubdu. Satranç ən məşhurlardan. Bu da amok koşucusu. İstədim ki, kitab vardı, onlar yox idi burada. Amma burada arxada da göstərib ki, hansı kitablar var. Mənim istədim ki, kitab da burada var, amma burada yoxdur. Neysə, onları da alacağım əlavə olaraq. Bunu qoyuruq belə. Yəni şeylərini də göstərim. Burada da şəkilləri var. Bu Mart yayınları olmalıdır deyəsən. Onların şeydir. Hə? Mart yayınlarıdır. Bunu belə saxlayıb kitabxanama qoyacağım. Digərlərini bilməm. Buradan alaram ya almaram. Çünki içini oxuyub baxacağım görüm nətər yazılıb. Burada yəni içeriği. İkisi də bacımda var. Ondan da alıb oxuyacaq. Bu mənim hədiyyəm idi. Çox sevmişdim bu hədiyyəni. İndi gəlirik əsas məsələ. Əsas məsələ nədir bilirsiniz? Mənim çox sevdiyim bir dizi var. Yəni həyatımı bir dizidə keçirməli olsam və o dizini tamamilə hər şeyini yaşayacağımı desələr seçəcəyim tək dizi D100-dür. D100-dir. D100 deməyimin səbəbi var. Uşaqlıqdan belə D100 deyə bilmirdim. Ondan sonra D100 deməyə başladım və mənim üçün daimi D100 oldu. D100 mənim üçün bambaşqa bir dünyadır da. Onu ilk dizisinə baxmışam. Kitabı olduğunu diziyə baxanda öyrəndim. Amma almadım çünki tapa bilmirdim. Azərbaycanda yox idi. Başqa yerlərdən də araşdırırdım amma görmürdüm. Ta ki seni görene kadar olanlar oldu. Sonra tapdım. Dizi 7 sezondan ibarətdir, amma kitabı 4 kitabdır və deyilənə görə dizidə olanlardan daha fərqlidir buradakılar. Bunu da oxuyacağım. İki də ayrı-ayrı kitab kolleksiyası var. İkisinin arasında dağlar qədər fərq var. Bu klassikdir, bilim kurgudur. Tamamilə əlaqəsiz bir şeylərdir və fantastik gedir. Amma bu mənim üçün çox dəyərlidir. Yəni bu mənim bu il özümə aldığım ən gözəl hədiyyələrdən biri ola bilər də.
Görəndə o qədər sevindim. Gəlişini səbirsizliklə gözləyirdim və gələn saat, mənə gəldiyi saatı görən kimi kargoya qaçdım, götürdüm. Çox qəşəngdir. Yəni mən D100-də Clark olmalıydım. Liderlik ruhuma işləyibdi. Təsadüfən gəldim, bu dünyaya doğdum, burada olmalıydım. Diziyə girməliyəm, dizi mənəm. Dizidə mən olmalıydım. Çox qəşəng dizidir. Oh, çok şükür. Bu tək fantastik bilim kurgu deyiləndə şey deyil də, yəni burada mövzu kaos deyil. Sırf kaosdan bəslənmək üçün baxılmır. Burada insanlığı göstərir. Bir insan nə qədər vəhşiləşə bilər onu göstərir və tamamilə biz insanlar onların yerində olsaydıq eynisini edərdik. Dünyaya göndərilmiş 100 gəncdən bəhs edir. Birinci qapaq üzü budur. Burada Clark var, Finn var, Jasper var, Bellamy var, mənim favorim. Bu ikisini gerçək həyatda evli olduğunu bildiyimdən bəri. Çox qəşənglər. Octavia'dır. Hə, Octavia var, Martin var. Ayda çox. Burada nə olduğu haqqında heç bir fikrim yoxdur. Bunlar da sıfırdan bir yerdə oxuyacaq. Bilməm, bəlkə də burada adı fərqli ola bilər. Çünki baxmışdım, haradasa ad fərqliliyi var idi. Bu birincisi idi. Və burada birinci olduğunu heç nə göstərmir. Yazıcı Kasmargondur. Belədir yan boyaması da. Bu bir. Bu ikidir. Mən bunu çəkmişəm. Haradadır o dəftər? Belə bir D100 dəftərim var. Qapaq şəklində baxmayın, mən sonra buraları stikerləyəcəm. Deməli, haradadır o şəkil? Oxşuyur. Mən çəkmişəm. İlk səhifədə bizi belə bir qapaq şəkli gözləyir. Birə-bir oxşamır. Bəncə yaratmışam da kopyasıdır. Belə bir şey qarşılayır bizi. Nə bilim, bu qapaq şəkli mənim üçün D100-ün əsl qapaq şəkli kimi bir şeydir. Sonra belə şey var, arkı falan çizmişəm, yazılar yazmışam, qeydlər aparmışam. Bunu tamamlayanda tam göstərəcəm. Hələ burada Clark'ın şey var, Clark'ın uzayda çəkdiyi şəkil var. Əslində çox mənalı şəkildir. Bunlar üstündə detallı danışmaq olar. Bunu da keçdim. Bu ikinci qapağımız idi. 21-ci gün qeyd edilibdi, amma bu 21-in mənası nədir bilmirəm. Kitabda bəlkə də başqa bir mənaya otura bilər, amma dizidə belə bir məna yox idi. Ya da səhv xatırlayır da ola bilər. Yox, inanmıram. Diziyə 6 dəfədən çox baxmışam 7 sezon. Artıq 7-ciyə baxmağı fikirləşirəm. Bu üçüncü. Burada Clark'ın gözəlliyinə baxın. Oxşamır. Sarışın olsam eyni kopya. Mən də belə baxım deyən görüm, baxım. Aynen, Clark'ı nə qədər bu qədər çox sevir. İnsan, ona bu kinoya baxanlar, yəni mənim tövsiyəmlə gedib baxan çox insan olubdu. Clark'ı sevməyiblər. Çünki qəddar görsənir onların gözündə. Amma əslində Clark ən edilməsi lazım olan hər şey edib, yaşına baxmayaraq yaşından çox böyük düşünür və liderlik duyğusu çox-çox güclüdür. Yaxşı bir sevgili deyil, yaxşı bir dostdur, yaxşı bir liderdir, yaxşı bir övladdır da, amma anası o deyildi. Nəysə, yadıma düşdükcə əsəbləşəm, gülüm də görsənsin belə. Burada Finn var və Octavia var. Mən burada biraz spoiler yemişəm. Finn niyə burada var 3-cü kitabda onu anlamıram. Bunun da yan boyaması belədir. Evə dönüş. Evə dönüş. İndi bunlar şey eləyəcəm. Sonra 4-cü isyan. Olmazsa olmaz isyan. Bunu heç təxmin eləyə bilmirəm. Çünki qapaq şəklində qırmızı saçlı biri var.
orada çəhrayıdır. Yəni çəhrayı tam çəhrayı da deməzdim. Yəni çəhrayımsıl bir saç rəngi var idi. Clark tərzi dayanıqdır. Bu Clark tərzidir. Yəni Clarkdırsa da ola bilər, bilmirəm. İndi oxuyanda biləcək bu da nədir. Bunun da yan boyaması belədir. İndi gəlirik əsas şeyə. Bunları belə düzüm. Və mən bunları çox gözəl bir qiymətə almışam. Çox münasib bir qiymət almışam. Çox sevinirəm ona ayrıca. Deməli, burada birincidə şey yazılıbdır. Onlar yalancı, onlar hırsız, onlar asi, onlar kahraman, onlar insanlığın kaderini belirləyəcək 100 genç. Həqiqətən də elədir. Amerikan bayrağının burada vurğulamaları bəs. Bu Koreli'de haksızlık. Burada mini Koreli var. Ona göre arkaya koyup. Mini Koreli. İnsanlığın geleceği onların elinde. Birinci kitabın şeyidir. İkinci kitap. Dünyada yalnız olduklarını sanıyorlardı. Yanılmıştılar. Bu dizide de var. İnsanoğlu eve dönüyor. Böyle bir şey var idi ki, dizide de bu tema var idi. Ama ki bunun ortası şu an yoktu. Yani elə bir bunun arasında da bir tane kitap olmalı. Ya bunun sonunda, bunun başlanğıcında yazıp tamamlayıblar. Yoksa bunun sonunda olmalıdılar ki, harasa gedirlər, hara gedirlər də. Yani o tema yoktu. İnsanoğlu eve dönüyor. Kaş düzgün şekilde dönebilse. Özgürlükleri bir kez daha ellerinden alındı. İsyan kapıda. Fərqi yoxdur. Qaydasız dünyaya da dönürsənsə, yenə də qayda ilə qarşılaşırsan. İstəmsizcə bu yaşanır. Və mən bu Sky Crew məsələləri falan var. Çox xoşuma gələn mövzu nə idi? Dünya insanları gedir uzayda yaşayırlar. Sən insan oğlusan, dünyanın insanısan, getmisən uzayda uşağın olub və onun da uşağı olub. Artıq o dünyalı olmur. O uzaylı olur, göydən gələn olur. Yəni yerdəki insanlar üçün onlar göydən gələnlərdir, Sky Crew'lar deyirlər. Çox məntiqli bir şeydir. Bəlkə də bizim də uzaylı dediyimiz insanlar vardır. Bilə bilmərik də, yəni. Çox belə xəyal gücüm o qədər genişdir ki, bu hissədə. Saatlarca danışa bilərəm də deyizdən sizə. Nəsə, çox uzatmayayım. Çox qısa zamanda oxumağa başlayacağım bunu. Bunun bölümlərini çox həyəcanla gözləyirəm. Çox qəşəngdir. Deyiz'i sevdiyimi demişdim. Bir də deyim bilim. Son dəfə olaraq çiçəğimi bir də göstərmək istəyirəm. Quruyurlar artıq. Burada videoda ölümsüz qalsınlar. İlk kitabımın şərəfinə dostum almışdı. Deyir, qızlara güllər hədiyyə edin. Siz onlar adicə bunu alandakı reaksiyasını düşünürsünüz, amma onlar bunu hər an baxıb gülüb sevinirlər. Həqiqətən də elədir. Bu artıq bu balaca mini vazon nənəmdən qalmadı. Artıq neçənci güllərdir ki, daşıyır və daşıda hər güldə çox mənalı güllərdir. Məni xoşbəxt edir qısacası. Belə. Ümid edirəm bu videomu bəyənmişsiniz. Növbəti videolarda kitablar oxuyacağıq. Yeni kitabın yazılışında davam edəcəyim. Növbəti videolarda görüşmək üzrə. Hələlik.